Axşamınız xeyir olsun değerli izləyicilər. 3 may 2025-ci il xahiş edirəm kanalımıza abunə olun. Dəhşətli bir xəbəri diqqətinizə çatdırıram. Abşeron rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 88-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-sində axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyti ailə üzvləri tərəfindən aşkar edilib. Məlumata görə Ağayev Mehtabat Musiqi Məktəbində tar müəllimi olub. 2 az yaşlı övlad atası olan müəllimin küllü miqdarda kredit borcunun olduğu deyilir. Məlumatda o da bildirilir ki, Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməliymiş. Bir məlumatı da, təfərrüatını da diqqətinizə çatdırın. Demək dəyərli izləyicilər, 3 övladı olan Əlibaxış Ağayev Mehtabat Musiqi Məktəbində tar müəllimi işləyir. Yenə xatırladıram, 500 manat maaş alırmış. İlk nikahından bir oğlu olan Ağayev 10 il əvvəl ailəsindən ayrılıb, ikinci nikahdan isə 2 oğul atası olan Əlibaxış borclarını ödəyə bilmirmiş. Onun təkcə 4000 manat aliment borcu var imiş. Əlibaxış işdən əlavə fəhləliklə 200-300 manat qazanırmış. Ancaq bütün bunlar onu yoxsulluqdan xilas edə bilməyib. Buna görə də psixikası pozulub, Ağayev intihar edib.